çok özünü öymədi, çok özünü ay öymədi, ay öymədi, ay öymədi. Axşamlarınız xeyir olsun, dəyərli dostlar, hörmətli saz sevərlər. Hər birinizi xoş gördük. Çox şadam ki, Uca Allahın sayəsində biz hər həftənin ikinci günləri sizləri buradan salamlamaq bizə nəsib olur. Hər birinizi xoş gördük. Mən sizlərə saz, söz ömrü arzulayıram. Ömrünüz həmişə belə gözəl saz kimi olsun və hörmətli müəllim, xoş gəlmişsiniz. Təşəkkür edirəm. Var olasınız. Buyurun. Axşamınız xeyir olsun Anar müəllim, sevgili tamaşaçılar. Biz yenə də Hüseyin balamıza dəstək üçün buradayıq. Hüseyinin dostlarından, sinif yoldaşlarından belə deyim. Onlar da özlərini təqdim eləsin, salamlasın. Buyursun Nicat balamız. Axşamınız xeyir, Hüseyin, uğurlar sənə. Buyur. Axşamınız xeyir olsun, burada Hüseynə dəstək olmaq üçün buradayıq. Uğurlar. Axşamınız xeyir, burada Hüseyin dəstək üçün buradayım. Uğurlar. Sağ olun, çox sağ olun. Buyur, əyləşə bilərsiniz. Mən hər birinizə uğurlar arzulayım. Hörmətli müəllim, əyləşin, çox sağ olun. Əyləşək olacaq. Əziz dostlar, biz ənənəmizə sadiq qalaraq bugün də gözəl duelçilərimiz buradadır. Deməli, Əlizadə Məhəmməd və Hüseyin Zöhrablı. Hər ikisi çox istedadlıdırlar. Burada dəfələrlə ifalarını görmüşsünüz hər ikisinin. Maşallah olsun. Hər ikisi xətri mənə çox əzizdir. Gələcəyi parlaqdırlar. İnşallah, heç müşbəs ola bilməz. Bu günləri bizim gözəl xalqımızın şairi və mənim kiçik yaşlarıma mənim üzərimdə həmişə zəhməti olan, mənə həmişə diqqətli olan mənim üzərimdə belə deyək. Gözəl şairimiz, hörmətli İbrahim müəllim İlyaslı, xoş gəlmişsiniz, səfalar gətirmişsiniz. Bizi burada görəndə çox şadam, xoş gəlmişsiniz, var olasınız və bizim gözəl dostumuz ta Sazımız Səsi bir layihəsindən bu günə qədər həmişə mənim dəvətimi qəbul edir. Ta bizim uzaq gözəl Gədəbəyimizdən bura gələn hörmətli sənətkar dostumuz Toğrul müəllim, xoş gəlmişsiniz. Şadam siz görməmizdir və gözəl dostumuz, dəyərli sənətkar dostumuz, gözəl pedaqoq, hörmətli dostumuz Elməddi müəllim Məmmədli. Siz də xoş gəlmişsiniz. Var olun, dəvətini hər zaman qəbul edib gəlirsiniz. İbrahim müəllim, sizə işləyək, salamlayaq. Axşamınız xeyir olsun, dəyərli, hörmətli televiziya tamaşaçıları, dəyərli sənətçilərimiz. Çox gözəl bir ifa ilə başlandı bugünkü proqram. Sözün həqiqi mənasında məni də çox duyğulandırdı. Elməddi müəllimi uzun illərdir tanıyıram. Saz dərnəyinə, saz kursuna gəldiyi zamandan tanıyıram. Müsabiqələrin qalibi olduğu zamandan tanıyıram. Və bugün sözün həqiqi mənasında mükəmməl bir saz məktəbi yaradıb. Gözəl müəllimdir, gözəl pedaqoqdur və saz sənətinin sirlərinə dərindən bələd olan bir sənətkarımızdır. Mükəmməl bir sənətkarımızdır. Həm ifası ilə, həm saz sənətini dərindən bilməklə, eyni zamanda söz sənətini dərindən bilməklə. Ümidvaram ki, onun yetişdirdiyi şəgirdləri də gələcəkdə gözəl sənətkarlar olacaqlar. Bugünkü proqramda çox böyük məmnunluq duyuram. Zaten mən özüm saza bağlı bir yazaram. Ona görə də bugünkü proqrama da uğurlar arzulayıram. Yəqin ki, verilişin gedişatında yenidən dönəcək və öz arzu istəklərimizi bildirəcək. Yarışmaçılarımıza uğurlar arzulayıram hər ikisinə. Arada dinləmişəm onların sizin proqramda ifalarını da. İndi bunu adı yarışdır hər halda. Amma hər ikisi buradan hansının qalib ayrılmağından asılı olmayaraq hesab eləyirəm ki, saz sənətindən qalib kimi çıxacaqlar. Uğurlar arzulayıram. Sağ olun İbrahim müəllim, çox sağ olun. Doğru müəllim, buyurun sizi də eşidək. Axşamınız xeyir, Anar müəllim, dəvətiniz üçün çox sağ olun. Çox gözəl layihədir, gənclərə dəstək olursunuz. Xeyirli uğurlu olsun, davamlı olsun. İştirakçıların hər birinə uğurlar arzulayıram. Sənət yoldaşlarıma salamlayıram. Çox sağ olun, şad oldum sizi burada gördüyümdən. Sağ olun. Elmədi müəllim, buyurun. Salam bir daha, axşamınız xeyir olsun.
İbrahim müəllim, gözəl fikirlərinizdən dolayı təşəkkür edirəm. Mən də İbrahim müəllimin bir divanisi ilə başlayım. Məclisimiz mübarək olsun inşallah. Buyurun. Deyir, salam sahibi haqdır. Haqqa salam əleyküm. Ədl-ü adil əyləşən taxta salam əleyküm. Küllü aləm yığışa bir anı əylədənməz. Vaxt bir Allah görküdür. Vaxta salam əleyküm. Ötəridir hər nə var, dərddir, məzədi meydi. Onu biri bilən bilir, nə yamandır, nə yeydi. Göz görür, ağıl kəsir, baxt yığval ayrı şeydir. Həm olan, həm olmayan baxda salam əleyküm. Yaz İbrahim İlyaslı, söylə sözün ilkini, nə zamanlı sinəndə bir həqiqət silkini. Ustad bir əməl yıxır könüllərin mülkünü, saxta əleyküm salam, saxta salam əleyküm. Hər vaxtınız xeyir olsun. Evlərinizdən hər zaman saz səsi gəlsin inşallah. Salam olsun. Sağ olun Elmədi müəllim, çox sağ olun. Maşallah əziz tamaşaçılar, görürsünüz çox gözəl bir start verdik verişimizə. Belə gözəl insanların sayəsində, belə gözəl ifalar sayəsində və düşünürəm ki, inşallah bugünkü efirimiz yadda qalan bir efir olacaq Allahın köməyi ilə. Deməli, mən SMS-lərə bir nəzər salmaq istəyirəm əziz dostlar. Hal-hazırda Əlizadə Məhəmmədin 11 səsi var. Hüseyn Laçınının isə hələ ki səsi yoxdur. Hər ikisinə uğurlar arzu edirəm, müvəffəqiyyətlər arzu edirəm. Və istəyirəm elə Məhəmməd, səndən başlayaq. Xoş gəlmişsən, buyur. Salam müəllim, axşamınız xeyirli olsun. Ekran qarşısında əksin tamaşaçılarımızı salamlayıram. Müslimlər heyətini salamlayıram. Azərbaycan bütün bölgələrini salamlayım, onlardan dəstək gözləyirəm. Ən əsası da deyir ki, Gürdəsər kəndini salamlayım, onlardan dəstək gözləyirəm. Çox sağ ol qardaş oğlu. Bu nə ifadə etsən? Kərəm gözəlləməsi. Uğurlar arzu edirəm, uğurlar arzu edirəm. Burada bu günlər əziz dostlar, çoxlu saz ifasıları buradadır. Gözəl qonaqlarımız birazdan bir-birinə gözəl ifalar olacaq və bugün biləsiniz ki, əziz dostlar, yarım finaldır burada. Artıq bugün burada qalib gələn şəxs, burada hamı qalib söhbət yox, amma burada bugün axşam qalib gələn iştirakçımız artıq may ayında finalda, burada may ayında inşallah möhtəşəm bir final axşamı olacaq Allahın köməyi ilə və bugün bu dueldən qalib ayrılan iştirakçımız artıq may ayında finalçıdır və deməli, aprel ayının 29-u burada bizim Zəhra balamızla Raya balamızın dueli və 29-u qalib gələn iştirakçımız, bugün qalib gələn iştirakçımızla may ayında deməli finalda görüşəcəklər. Hər birinə uğurlar arzu edirəm, müvəffəqiyyətlər arzu edirəm. Məhəmməd buyur.
Hər efir ifaların artıq daha da mükəmməl. Atam buradadır. Hə, atanı salamlayıram buradan, bizim gözəl dostumuz. Allah kömək olsun. İnşallah ki, görüşərik tezliklə. Mənə salam çatdırarsan və əziz dostlar, dediyim kimi, bu günləri artıq yarın finaldır. Dəstəyinizi əsirgəməyin. Sonra gec ola bilər, sonra deməyəsiniz ki, gərək bu iştirakçı finala qalardı, gərək bu iştirakçı, belə deyək də, buradan məğlub çıxmazdı. Hər ikisi finala layiqli iştirakçılardır. Həqiqətən, mənim gözümdə hər ikisi nəinki finallar, birincidirlər burada. Və ən önəmli sadiq qalaraq dostlar, Sazımın Səsi nətər bir yarışında, bir layihəsini elədiyim kimi, birinci yerə böyük, gözəl bir saz hədiyyəmiz var. Amma ikinci, üçüncü yerləri, hədiyyələrini demirəm, bu sirdir. Amma həm birinci, ikinci və üçüncü yerlərə Allah qoysa, Sazımın Səsi layihəsi olaraq hədiyyəm olacaq hər birlərinə. Və biz Sazımın Səsi bir layihəsində və bugünə qədər Allahın köməyi ilə iki layihəsində, bugünə qədər biz bir sponsorsuz, yəni heç bir sponsor olmadan bugünə qədər bura qədər gəlib çıxmışıq Allahın köməyi ilə və düşünürəm ki, bundan da belə yaxşı olar yəqin ki, Allah qoysa və bu Sazımın Səsi 2 layihəsi inşallah daha da artar və 2-nin arxasında 1-0 əlavə olunur Allah qoysa. Hüseyin, xoş gəlmişsən qardaşoğlu, buyur. İfanı dinləyək, müəllimin də buradadır. Bəli, xoş gördük Anar müəllim, axşamınız xeyir olsun, dəyərli tamaşaçılar, axşamınız xeyir olsun və bizim dəyərli münsiflərimizi salamlayıram, axşamınız xeyir olsun və mənim ustadım Elmətli Məmmədli burada əyləşib, ustadımı salamlayıram, təşəkkürlərimi bildirirəm ki, mənə dəstək olurlar. İfa edəcəyim hava ruhani havasıdır. Çox gözəl, çox gözəl. Hüseyni alqışlayaq. Aləm 72 deyil. Ülfət qılır bir bazarın içində. Kimi ətlaz ceyr, tirmə qurşayır, kimi üryan gəzir qarın içində.
Deməyə nə lazım özün bilirsən. Bir gün yaranırsan, bir gün ölürsən. Arsız, qəmsiz nə gününə gülürsən, yandırarlar sənin arın içində. Ələsgər söyləsin sən mətləbi qan. Belə qərar qoyub Qadir Üspan. Unutma ilqarı, itirmə iman. İman durar düz ilqarın içində. Sağ ol, çox sağ ol. Maşallah, o dəfəki çıxışlarından bu çıxışların daha mükəmməl alındı. Mənə belə başa düşürəm. Ustad da var olsun, Ümid müəllim, var olasınız. İstəyirəm, əziz dostlar, SMS-lərə bir daha nəzər salaq. Deməli, Hüseyn Laçınlı 25 səs, Əlizadə Məhəmməd isə hələ ki 11 səsi var. Hər ikinə uğurlar arzu edirəm və burada bizim daha bir tələbələrimizdən biri əyləşib. Cahid İlyaslar da Cahid. Mən dəvət edirəm Cahid sənin səhnəyə. Cahid, buyur. Gəl, hazırlaş, Cahid. Bir urfani vasif eləyəsən, Cahid? Xoş gəlmişsən, artıq həmişə gəlirsən, inşallah arzu eləmişsən də burada iştirakçılardan qazanasan, buyur. Son ustadım Anar Laçınlı başda olmaqla hər birinizi salamlayıram. Babam İbrahim İlyasını salamlayıram və bizim dəyərli ustadlarımız. Sağ ol, Zahid, çox sağ ol. Və bizim dəyərli ustadlarımızı salamlayıram. Müəllimə təşəkkür edirəm ki, mənə də verilişinə dəvət edib. Sağ ol, çox sağ ol. Uğurlar olsun sizlər hər birinə. Buyur. Mənim səndən uzaqlarda yamandır halım necəsən, özgəsinə qismət olan cahu cəlalım necəsən, yalana döndü gerçəyim, ay gözəlim, ay göyçəyim, çəmənim çölüm çiçəyim, pətəyim balım necəsən. Üzün dönməz mənə sağı, yağı öz ömründən yağı, İbrahimin səmkarı, necəsən zalım necəsən.
Zahid, bugün səndən razı qaldım. Sağ ol, çox sağ olasan. Ritmdən bu Urfani havası çox çətindir İbrahim müəllim. Həqiqətən o qədər orada eslərə, keçlərə, perixodlara fikirmək lazım ki, bir dənə azacıq bir mizrab gecikini artıq ritmdən çıxmaq olar. Uğurlar arzu edirəm Zahid. Çox sağ olasan, var olasan. İbrahim müəllim, sizin bir rəyinizi alaq, bütün iştirakçılarımızlar haqqında və Zahid haqqında. Zahidin xeyir duasını zaten ona saz verəndə vermişəm. Bəli. Və sözün həqiqi mənasında mənim nə xoşhalıma ki, yəni bizim ocaqdan daha bir aşıq yetişmək üzrədir. Allah qoysun. Deyərlər ustadına bərəkallah. Ustadına da təşəkkür eləyirəm. Və çox sevinirəm ki, bizim ailəmizin, ocağımızın etimadını doğrultmaqdadır. Cahid həm də yaxşı oğlandır, təkcə yaxşı aşıq deyil. Təbii ki, indi biz onu çox sevirik və nə yaxşı ki, artıq sosial şəbəkələr üzərində görürəm Elmədin müəllim, sevənləri var, dinləyənləri var. Aktivdir, maşallah. Əlbəttə, yəni bu cür gedişlə ümidvaram ki, bizim bütün etimadlarımızı doğruldacaq və gələcəkdə gözəl, dəyərli bir sənətkar kimi yetişəcək. Təşəkkür edirəm İbrahim müəllim. Uğurlar arzulayıram. Çox sağ olun, var olun, əziz dostlar. Sağ olun. Kısa reklam fasiləsi var. Kanal dəyişməyin, reklamlar. Bir daha axşamınız xeyir, əziz dostlar. Bizə yeni qoşulan tamaşaçılar varsa, bir daha hər birinizi salamlayıram. Çox sağ olun ki, bizi tək buraxmırsınız. Ümumiyyətlə, sizin də o diqqətiniz ki var, hansı ki bizi izləyirsiniz. Mən həmişə haradasa olanda, ya bir toyda, ya burası tədbirdə mənə deyəndə ki, bu həftə efirə gedəsinizmi və ya bu həftə duelçiləriniz kimdir? Mən onda bilirəm ki, biz burada əbəs yerə əziyyət çəkmirik və siz bizə bir güc verirsiniz və buradan da bəzəyən, mən həmişə deyirəm, birinci növbədə belə gözəl iştirakçılardır və istər bugünə qədər Sazımın Səsi 1 layihəsi və Sazımın Səsi 2 layihəsi, bura qədər gələn bu iştirakçıların hər birisinə mən uğurlar arzu edirəm. Bu iştirakçılar burada olmasa biz də burada olmarıq. Yəni, mən həmişə deyirəm, efir başlamamışım deyirəm iştirakçılar. Yəni, tutaq ki, iştirakçılar burada yoxdur, mən gələm burada bir 20 dənə saz hava açalım. Yaxşı, bu həftə, gələn həftə neyəcək bə? Tamaşaçıya bir o qədər də maraq verməz. Çünki tamaşaçılarımız istəyir ki, rəngərənglik olsun və ona görə də mən iştirakçılarımıza uğurlar arzu edirəm. Həqiqətən də bu iştirakçıların hər birisi mənə o qədər əzizdir, o qədər doğmalaşıb mənə. Hər birinə mən bir daha uğurlar arzu edirəm və İbrahim müəllim, duelçilərimiz haqqında sizin qısa bir fikrinizi alaq zəhmət olmasa. Kərəm gözəlləməsini ifadə elədi, eləmi? Bəli, bəli. Hüseyn də Ruhani. Hər ikisi yetərincə ağır havalardır, məsuliyyət tələb edən havalardır. Elə çalarlar var ki, oraya qədər enib qalxmaq o qədər də asan deyil. Amma hər ikisi buna cəhd elədilər. Cəhd elədilər və çox zaman da buna nail oldular. Ona görə də bu yaşlarına görə bu dərəcədə bu havaları ifa eləyə bilirlərsə, hər ikisini alqışlayıram. Ayrı seçkiliyi eləmək istəmirəm, çünki bu dünyada ən çətin işlərdən biri münsiflik eləməkdir və zövqlər müxtəlifdir. Amma bütün bunlarla belə hesab eləyirəm ki, onların hər ikisi alqışa layiqdir. Çox sağ olun. Alqışlayıram və sağ olun, uğurlar var olun. arzulayıram. Çox sağ olun. Və bizi əziz dostumuz, mənim əziz dostum, gözəl sənətkar dostum Nurəddin müəllimimiz deyir, Qəbələ torpağından və Kəlbəzər torpağımız. Ümumiyyətlə, Nurəddin müəllim sözün əsl mənasında gözəl sənətkardır, gözəl də dostdur. Salamlayıram əziz sənətkarımız Nurəddin müəllim sizi. İnşallah görüşərik, var olasınız, izləyirsiniz bizi. Çox sağ olun. Və Toğrul müəllim, sizi də eşidək. Anar müəllim, söz verdiyiniz üçün çox sağ olun. Məhəmmədə və Hüseynə uğurlar arzulayıram. Bir-birindən gözəl ifalar elədilər. Maşallah, səhnə mədəniyyəti də yerində. Çox sağ olun. Müəllimlərinə təşəkkür eləyirəm. Çox sağ olun, var olun. Çox sağ olun. Elmədin müəllim, sizi eşidək. Bir daha mən hər birinə uğurlar arzulayıram inşallah. Daha gözəl çıxışlar gözləyirəm. Gözəl idi. Məhəmmədin də ifası yerində idi, ritmlə ifa elədi. Hüseynin də ifası hər şey göz qabağındadır, yerli yerində idi. Cahidin də ruhanisi yerində idi. Cahid ifaçılıqda təzədir, amma o ritmlə ki, əyaqlaşdı, əhsən. Uğurlar arzulayıram. Hər birinə uğurlar. Çox sağ olasınız, var olasınız, minnətdaram. Alqışlar sənətkarlarımızı. Sizlər buranın bəzəyəsiniz. Hər biriniz, valla. Çox sağ olasınız. Və
Mən yaxınlaşmaq istəyirəm bizim gələn həftə ay deməli, əziz dostlar, bayaq veriş başında qeyd elədim. Aprel ayının 29-u burada növbəti yarım final olacaq və o yarım finalda bizim Zəhra balamızla Raya balamız inşallah burada iştirak edəcəklər. Hər işinə uğurlar arzu edirəm. Sizdən başlayaq Zəhra xanım. Axşamınız xeyir Anar müəllim, çox sağ olun. Burada əyləşən dəyərli sənətkarlarımızı salamlayıram. Həmçinin ekran qarşısında bizi izləyən tamaşaçılarımızı salamlayıram. Hər birinizin axşamı xeyir olsun. İfeliyə Cəymova Gödəşdonu. Gözəl, mən sizi səhnəyə dəvət edirəm. Raya, buyur. Axşamınız xeyir olsun. Başda müsivlər heyətini və Anar müəllimi salamlayıram. Duelçilərimizə uğurlar və hamıya təşəkkür edirəm. Çox sağ ol Raya. Minnətdaram. Əziz dostlar, mən bir SMS-lərə nəzər salmaq istəyirəm. Deməli, SMS-lər demək olar dəyişməyib. Hüseyn Laçınlı 25 səs, Əlizadə Məhəmməd 11 səs. Hələ ki, zəifçilikdir. İnşallah ki, uğurlar arzu edirəm və Zəhra xanım, sizi eşidək. Buyurun.
Təşəkkürlər Zəhra xanım. Çox sağ olun. Hər zaman gözəl çıxışlarınızla yadda qalırsınız. Minnətdaram və burada bizim daha bir tələbəmiz buradadır. Nuray xanım. Nuray bala, səni dəvət edirəm. Ümumiyyətlə dostlar, mən bir neçə çıxış bundan öncə də demişdim. Mən bura çalışdığım qədər, mənə birdən soruşur, deyirlər ki, burada gərək asılışı da sən eləsən ifanla, ortada da sən ifa eləsən və axırda da, amma deyirəm yox, əslində deyil. Belə bizim yeniyetmələrimizə və bütün əlinə stas tuta bilən hər bir yeniyetmələrə sıra vermək lazımdır, yer vermək lazımdır ki, onlar da buradan bir güc alsınlar, bir stimul alsınlar. Mən bütün o, belə deyək də, efirdə olan dostlara səslənirəm ki, kömək eləmək lazımdır, yeniyetmələr efirə çıxsın, tanınsınlar, onlara bu günlər o güc verir. Çünki mən özüm də bu boyda oldu, mənim yadıma gəlir, hər hansı bir yerə biz dəvət edir, nadim xırda bir tədbirə. İbrahim müəllim, mən həmişə dəvət edəndə yadıma gəlir. Oradan mən bir güc arırdım. Düşünürdüm ki, mən öz üzərimdə daha da çox işləməliyəm, daha da çox öyrənməliyəm və bugün də öyrənirəm. İnşallah ki, yenə də öyrənəcəm Allah qoysa. Buyur Nuray, xoş gəlmisən. Hər birinizin axşamı xeyir olsun. Mən burada olan böyük sənətkarlarımızı salamlayıram. İştirakçılarımızı salamlayıram. Ustadım Anar Laçınlını salamlayıram. Ekran qarşısında eləşən tamaşaçılarımızı salamlayıram. İştirakçılarımıza uğurlar arzu edirəm. Oxuduğum 34 saylı tam orta məktəbin direktoru Afiq müəllim və sinif rəhbərim Zülfiyə müəllim olmaqla bütün fənn müəllimlərimi salamlayıram. Ustadımın məni bugün efirinə dəvət edib. Bunun üçün ona təşəkkürümü bildirəm. Həqiqətən də ustadım, mənim üzərimdə çox böyük əziyyətiniz var. Əziyyətiniz ödənilməzdir. Mən də buna görə istəyirəm bugün sizə bir kiçik bir şeir əmran edeyim. Buyur. Ay maşallah. Əlim saz götürüb mirzaf tutandan, sən oldun ən böyük ustadım mənim. Ay maşallah. Mən pərvaz etməzdim uca göylərə, əgər olmasaydı qanadım mənim. Hər sözün könlümü xandam eylədi, sənətim çağlayıb türyan eylədi. Sənət meydanında cığlan eylədi, neçə mənzil kəsdi söz atım mənim. Aləm yaxşı bilir heç vaxt, heç zaman, aləm yaxşı bilir heç vaxt, heç zaman. Pənah ayrılmayıb öz ustadımdan. Aytsaz, sizdən söz asanda çıxır yadımdan. Öz şanım, şöhrətim, öz adım mənim. Ay maşallah, sağ ol gözəl. Sən oldun ən böyük ustadım mənim. Təşəkkür ederim, mənim heç xəbərim olmuyor. Həqiqətən xəbərim olmuyor. Əlim saz götürüb mirzafdan, sən oldun ən böyük ustadım. Sağ ol gözəl, uğurlar arzu edirəm. Sənə Anar müəllim, qat böyük uğurlar, sənlərə arzu edirəm. bir kəlmə söz deyim qızımızla bağlı. Ümumiyyətlə son zamanlar bizim uşaqlarla bağlı ən böyük sorunlardan, problemlərdən biri onların nitq qabiliyyəti məsələsidir. Qızımız çox gözəl danışdı, çox mükəmməl danışdı. Azərbaycan dilində çox gözəl cümlələr qurdu və tamaşaçılara çatdırdı. Alqışlayıram, uşaqlar nümunə götürsünlər ondan. Valla özü heç xəbərim olmayıb, mənim səmimiyyətlə deyirəm. Xəbərim olmayıb. Çox sağ ol, gözəl. Buyur. Sən eşidək, buyur. Yaxın dur mikrofona. Görüş var bir önlük, versən də azdır. Görüş var getməyə, adam can çəkər. Görüş var fərəhi sığmaz illərə. Görüş var şadlığı, bircə an çəkər. Yaşasan ən böyük arzu ilə kamla, sevincin göl olar, dərdin sədamla. Ürəkdən verilən ən xoş salamla, əli istər, qan çəkər. Arlıq dünyada hər şeydən çətin, min bir əzabı var, bir məhəbbətin. Gəlməzsən yandıran məni həsrətin. Gələrsən nazını zəlimxan çəkər. Gələrsən nazını zəlimxan çəkər. Ustada rəhmət, sizlərə can sağlıq.
sənə daha da böyük uğurlar arzu edirəm. Allah qoysa. Çox sağ ol, var ol, uğurlar. Məhəmməd, yenə qayıdıram duelçilərimizə. Gəlnə ifil etsəm. Ocaq atır, Azal duelçi. Hə, buyur, buyur. Bir də hər kəsi salamlayıram. Burada mənə dəstək olan Zahir Ağayev əmimi salamlayıram. Vasif Əmir Akif əmimi salamlayıram və onlardan dəstək gözləyirəm. Çox sağ ol. Məhəmməd hazırlaşana qədər mən bir SMS-lərə nəzər salım, məziz dostlar. Deməli, Hüseyin Laçınlının 30 səsi var, Əlizadə Məhəmmədin hələ ki 11 səs sayı var. Deməli, biz hal-hazırda Dnepirdən izləyirlər, Dnepir şəhərindən, Ukraynanın Dnepir şəhərindən. Orada İsmail əmi, həmişə orada mən çox olmuşam Dnepirdə. Salamlayıram, Yanvar əmi bizi izləyir, hər birini salamlayıram. İnşallah, düşünürəm ki, Allah qoysa, çox yaxın vaxtlarda biz Kiyevdə, Dnepirdə görüşəcəyik. Çox yaxın vaxtlarda Allah qoysa, az qalıb inşallah. Ümumiyyətlə, Ukraynada bizi tanıyan bütün dostları salamlayıram. Başda yaşadığım Kiyev şəhərinə böyük salamlarımı göndərirəm və reklamlardan sonra mənim ifam olacaq burada. Elə o ifamda biz bir yerdə dostlarla göndərəcəyik. Qürbətdə bizi tanıyan dostlara. Hər birinizə qucaq dolu salamlar. Alqışlayıram, var olasan, gözəl Azafil Dubeçin dinlədiyi Məhəmmədin ifasında və Hüseyin, gəl sən də səhnəyə, sən də salamla tamaşaçılarını. Salam anar müəllim, axşamınız xeyir olsun. Bir daha əziz tamaşaçılar, axşamınız xeyir olsun. İfa edəcəyim hava başlı beyt havası. Çox gözəl, çox gözəl. Buyur, səhnə sənindir. Əziz dostlar, mən bir daha SMS-lərə nəzər salıram. Elə Əlizadə Məhəmməd 11 səs, Hüseyin Laçınlı 30 səs. Ustadından dərsi varmı? Mənim elmim arayanın. Əli gərək təbib olsun sınıq könlüm saryanın.
başına, bülbül qonar gül başına. Görüm olsun kül başına, öz başını qoruyanın. Şəmşir, Şəmşir, güvən yığ balına, uyma dünyanın malına. Bu dünyada xoş alına, öz baxtından yarayanın. Minnətdaram Hüseyin, minnətdaram. Səliqəli ifanı idi, çox sağ ol, reklamlar. Yollar
iltifat olaraq bir daha xoş gəlin. Tərana xanım, getməyin. Salamlayın. Xoş gəlin hər biriniz. Buyurun, buyurun, xoş. Banda müşayiət elədi Mehman Seyidov. Xoş Mənlə gəldiniz. duet ortağı oxuduq birlikdə Təranə xanım Tovuzlu. Hər birinizə təşəkkür eləyirəm, var olun. Diqqətinizə görə də sağ olun. Sağ olmasınlar, hə, sağ olmasınlar. Xoş gəldilər, sabah gətiriblər. Axşamınız xeyir olsun. Mən də iştirakçılara uğurlar arzulayıram. Çox sağ olun. Var olun. Xoş gəlmisiniz. Sağ olun. Xoş gəlmisiniz. Təran xanım, buyurun. Axşamınız xeyir olsun Anar bəy. Müsiflər heyətini salamlayıram. Şairimizə Allah ömür versin hər birinizə. Bizi ekran qarşısında izləyən hər kəsə salamlarımı göndərirəm. Siz də çox sağ olun, var olun. Çox sağ olun. Birazdan Tərana xanım burada yenə bir ifası olacaq. Əziz dostlar, buyurun ələşə bilərsiniz dostlar. Çox sağ olasınız və burada mənim deməli əziz dostlar, ilk ustadım Zirəddin müəllim Hüseynoğlu. Valla ustadıma qəni-qəni rəhmət eləsin, ruhu şad olsun. Çünki ki, ustadımın ruhu şaddır. Çünki ustadımın bugün yolun demək olar davam edən Aqil var. Aqil, birazdan səni səhnədə verirəm. Hazırlaş sən, hazırlaş. Tələsmə. Hə. İbrahim müəllim, istəyirəm bir şeir parçası sizdən alam və bir aşıq havası bizi eləyək. Yavaş-yavaş. Gözəllik bəşərə görk olsun deyə qıydı yer üzünə fələklər səni. Dayandı səcdəni ulduzlu göylər, qısqandı Allaha mələklər səni. Billah belə sevdə gəlməz hər başa, od suya calandı alğış qarğışa, yanıb kül olunca qıldı tamaşa, şövqümdən əliyəm bəbəhlər səni. Şimşəklər teyləndi qəfil üstümə, döndü qəflət xanam altı üstünə. Susadı qanıma, durdu qəsdimə, öpüb oxşadıqca küləklər səni. Qüdrətim çatmadı vəsfi halına, pir deyib əyildim gül camalına. Belə çoxmu gördü qul misalına, iblis yuvalanmış ürəklər səni. Varsansa varımsan, yoxsansa yoxum. Ən halal zülmümsən, ən halal yuxum. Sağ qalınca cismim, ölüncə ruhum, müdam ayağına yürəklər səni. Sağ ol. İbrahim İlyaslı yazır. O sevdalı çağlar yadındadır mı? O sevdalı çağlar yadındadır mı? Bir mən gediydim, bir də sən gözəl. Dünyada mana tay dəli yox idi, yox idi dünyada sana tən gözəl. Və heç demirsən mi, hardadır görən? İpək tellərinə nərgizlər hörən, sən idin onlara yaraşıq verən. Nə çiçək gözəldir, nə çəmən gözəl. Sevgi bir yol gəlir insana haqdan, sənin divanəyəm elə o vaxtdan. Gözümə ağ gəlib yola baxmaqdan, ürəyə xal düşüb saça dən. Gözəl, mən ömür sürmədim, vaxt uzatdım. 40 il sənsizliklə başımı qatdım. Göynəyə bu yaşa çatdım. Gülə ölməm, öl desən gözəl. Gör mən nə saymışam, fələk nə sayıb.
Dönüb sana baxmaq sayılır ayıb. Aradan 42 dömrü atlayıb. Mən həmən dəliyəm, sən həmən gözəl. Mən həmən dəliyəm, sən həmən gözəl. İbrahim İlyaslı. Qocalmazdım dərdin qəmin əlindən, göz yaşımı silə-silə qocaldım. Çarxı fələk elə qatdı başımı, damla-damla, gilə-gilə qocaldım. Demirəm bir daha görüşümə gəl, son dəfə görüşə gəl, gedirəm mən. Demirəm sana ağla mənim dalımca, uzaqdan dur eylə əl, gedirəm mən. Demirəm məni gəz, məni soraqla, ömürlük qəlbində tək məni saxla. Kimi sevirsənsə sev, könül bağla. Dərdini onunla böl, gedirəm mən. Dərdini onunla böl, gedirəm mən.
Təşəkkür edirəm. Çox sağ olun, çox sağ olun. Hər biriniz var olun. Minnətdaram. Yaşa yaşa Anar. Əzizim, sən bu havaları, bu üç havanın üçünü də mən içimdə oxuyurdum sən çaldıqcan. Sən oxumadan onu nətər dözürdün da bilmirəm. Eşq olsun. Finalda oxuyacam Allah qoysa, söz vermişəm. İnşallah. Çox sağ olun. Aqil buyur. Aqil xoş gəlmisən. Aqil Rasimoğlu. Aqil səhv eləmirəmsə biz artıq ikinci səfərdir qonaqdır. Üstadımızın nəvəsidir, Zirəddin müəllimi. Xoş gəlmisən. Axşamınız xeyir Anar müəllim. Xoş gördük sizləri. Çox sağ ol. Dəyərli qonaqlarımızı salamlayıram, xoş gəlmisiniz deyirəm. Və sizə təşəkkürümü bildirəm ki, sənətimizi yaşadırsınız. Bizim gəncləri üzə çıxardırsınız, xalqımıza tanıdırsınız. Borcumuzdur. Və artıq ikinci səfərdir ki, mən sizin verilişinizdə qonağam. Yenə olasın elə inşallah. Çox sağ olun. Sizə çox minnətdarlığımı bildirirəm. Çox sağ ol qardaş Allah. Və ustadım Aşıq Sevil Ədaləti buradan salamlayıram. Mənim ikinci ustadım. Üstümdə böyük əziyyəti var. Allah onun canını sağ eləsin. Və mənim həm babam, həm də ilk ustadım saza simləri toxunmağı öyrədən Zirəddin müəllim. Bəli, bəli, Zirəddin babamız. Ruhu şad olsun ustadım. Ruhu şad olsun. Və 3-cü il dönümüdür. Vəfatından 3 il ötür. Allah rəhmət eləsin. Qəbri nurla dolsun inşallah. Və ifama keçmək istəyirəm bir daha. Təşəkkürümü bildirəm sizlərə. Bir daha xoş gəlmisən Aqil. Çox sağ ol maşallah. İstirahatlı sağ o dəfə mən fikir verdim. Bu da sənin barmaqlarına. Dilqəmi ifa eləmişin səhv eləmirəmsə, çox mükəmməl şəkildə idi. Maşallah olsun.
şəhərdə olmaz və elə ustadın da belə deyək də sənətkarın nəvəsi də belə olmalı, maşallah. Sənə afərin düşür. Sənin baban uzun illər, 20 ildən çox bizim poeziya klubunda, mənim rəhbərlik ilə poeziya klubunda saz dərnəyin rəhbərliyi eləyib. 20 ildə elə təkcə 5 nəfərdən götürsən, deməli 100 nəfərə qədər şəhid yetişdiribdir. Onların içində bu dəqiqə çox tanınmış aşıqlarımız da var. Anara da dərin təşəkkürümü bildirirəm ki, hər zaman ustadının xatirəsini əziz tutur və onu yad eləyir. Sağ ol, babanın ruhu şad olsun. Sağ ol. Mən də Aqil balamıza uğurlar arzulayıram. O bizim Zirəddin müəllimin yadigarıdır. Allah torpağı sana ömür versin. Zirəddin müəllim, İbrahim müəllim demişkən aşıq sənətində böyük əməyi olan insanlardan da Allah rəhmət eləsin. Eyni zamanda Sumqayıt şəhərində aşıq sənətinin yaşamasında, inkişafında xidməti olmuş aşıq Sədi Abbasov. Allah rəhmət eləsin. Mənim ustadım olmuş aşıq Bəkir Əhmədov. Yəni bunlar eyni zamanda aşıq Zirəddin müəllim, yəni bunların aşıq sənətində, aşıq sənətinin Sumqayıt şəhərində yaşamasında, inkişaf eləməsində böyük fəaliyyəti olub. Allah hər üçünə rəhmət eləsin. Təşəkkür edirəm, çox sağ olun, əziz dostlar. Mən reklamlara ayrılacağıq. Reklamdan sonra isə Bəhruz Laçınlı buradadır. İfası ilə başlayacaq. Deməli, SMS-lərə nəzər salım. Əlizadə Məhəmməd 111, Hüseyin Laçınlı 30 səs sayı var. İnşallah uğurlar arzu edirəm və reklamlar əziz dostlar, kanalı dəyişmirsiniz, bizimlə qalın. Anar müəllim, öz təşəkkürümü bildirirəm bu müsabiqəyə görə. Belə məclislərimiz, belə inşallah Qarabağımızda keçirilsin. Müsiflərimizi də salamlayıram, Ağsaqqal, xoş gəlmişsiniz hər birinizə. Bir dənə ruhani ifa eləyəcəm, bayaq uşaqlar da ifa elədi. Hər birinə gələcəkdə yolları açıq olsun, uğurlar arzulayıram. Sol əllə qazansan, sağ əllə payla. Onda ruzunu bol eylər Allah. Quşu qəfəsdən açıb balığı tordan, nə vaxtsa sənə də yol eylər Allah. Qartal zirvədən beləyim belə. İnsanam zirvədən mən olmalıyam. Günəş yandıranda ana torpağı, duman olmalıyam, çən olmalıyam. İnsanam zirvədən mən olmalıyam. Hər birinizə zirvədə olmağa arzulayıram.
var olasınız və çox sağ olun. Tərana xanım mən dəvət edirəm. Tərana xanım buradadır. Tərana xanım, siz bir daha xoş gəlmişsiniz. Hər çıxışlarınızla yadda qalırsınız. Alqışlayıram sizi. Buyurun. Və üzr istəyirəm, SMS-lərə nəzər salmaq istəyirəm. Deməli, Hüseyin Laçınlı 30 səs sayı var. Əlizadə Məhəmməd 211. Artıq az qalıb, əziz dostlar. Salih dəqiqələrdən sonra mən SMS-lərə stop deyəcəm. Buyurun. Eşkin təbinə ilhamını coşturur. Eşkin təbi ilhamını coşturur. Hərdən göllərə dastan qoşdurur. Hərdən gözəllərə dastan
Yazdıqca bəşiri cavayanlaşdırır. Yazdıqca bəşiri cavayanlaşdırır. Dalır sevdaya maral gözəllər məni. Salır sevdayalara gözəllər məni. Çox sağ olun Tərənə xanım, təşəkkür edirəm və Marif gəl, Marif bizim tələbəmiz Marif də buradadır. Xoş gəlmisən Marif və Marif hazırlaşana qədər İbrahim müəllim, sizlərin bir son olaraq bir rəyinizi, istəyinizi xahiş edirəm, buyurasınız. Əvvəla yarışmaçılarımız ikinci ifalarını daha mükəmməl elədilər. Bəli. Sağ olsunlar. Doğrudan da hiss olunur ki, ola bilsin ilk ifa idi deyə ola bilsin onu o mükəmməllikdə ifa eləyə bilmədilər. Amma ikinci ifaları çox mükəmməl oldu. Özü də Azaflı Dübeytisi ifa elədilər. Məhəmməd. Bir də Dübeyti elə mi? Hər ikisi də mükəmməl idi. Alqışlayıram. Arada olan ifaları bir ad çəkib vaxt ayırmaq istəmirəm ona. Vaxt almaq istəmirəm. Sağ olun. Amma deyim ki, irad bildiriləcək bir şeylər də vardı. Həm sözlərin təkcə tələfüzündə yox, mətnində yanlışlar vardı, həm də havaların keçidlərində yanlışlar vardı. Bilirsiniz, məsəl üçün, mənim saz sənətinə tələbim böyükdür. Elməddin bilir, bu ciddi sənətdir. Rica eləyirəm sənətkarlarımızdan ələl xüsusda efirə çıxanda ciddi hazırlaşsınlar. Bəli, bəli. Çox gözəl bir proqramdır. Yəni bu proqramı daha zəngin eləmək üçün ifaları da daha gözəl olmalıdır. Hamınıza uğurlar arzulayıram. Tək saz sənətimiz yaşasın. Tək saz sənətindən hamımız nəfəs alaq. Sağ olun və müəllim. Uğurlar arzulayıram. Təşəkkür edirəm, Toru müəllim. Siz də eşidək, son olaraq qısa ama xahiş edirəm. Anar müəllim iştirakçıların hər birinə bir daha uğurlar arzulayıram. Düelçilərimiz də gözəl ifa elədilər. Məni tanıyan hər kəsdən xahiş edirəm, yəni gənclərə dəstək olsunlar, səs göndərsinlər. Sağ olun. Hörmətli müəllim, buyurun, çox sağ olun. Uğurlar arzulayıram hər birinə. Mən İbrahim müəllim dedi, o problemlərə qatılıram, belə deyim ki, yəni efirə çıxırıqsa məsuliyyətli olmalıyıq. Oxuduğumuz şeirin mətninə fikir verməliyik, çaldığımız havaya fikir verməliyik. Bura canlı efirdir. Bəli. Deyir, məsləhətli dongen olar. Bilmirsən, bir ustaddan yaxınlaş, sözü öyrən. İndi biz də burada oturmuşuq, tamaşaçılar, o qədər arif insanlar var, baxır, deyir ki, bəs onlar niyə demir bu problemi? Düzdür. Demək lazımdır. Bir insanın qüsurunu deyiriksə, onu düzəltmək üçün istəyirik ki, o düzəlsin. Bu sənət bizim sənətimizdir. Biz bunu yaxşı formada öyrənib, yaxşı formada təbliğ eləməliyik ki, tamaşaçı oradan baxan da bizdən nəsə görsün, götürsün. Ona görə xahiş edirəm, məsuliyyətli olsunlar. Təşəkkür edirəm, çox sağ olun. Alqışlayaq. Çox sağ olun. Marif, siz bir dənə danışın tez, salamlayın və sağollaşaq sizdən. Artıq SMS-lərə stop deyəcəm. Məhəmməd və Hüseyin, əziz dostlar, hər ikisini bir alqışlayağın. Buyurun, sonlaq qısa. Anar müəllim, sevgili təşəkkürümü bildirirəm. Sağ olun. Müslimlər heyətinə təşəkkürlərimi bildirirəm. Buradan üstümdə əziyyəti olan Zamiq müəllim Mehdiyevi salamlayıram. Mehman müəllim Dağların oğlunu salamlayıram. Və Hikmət müəllim İmanlını salamlayıram. Buradan Çingiz əmmimi salamlayıram. Onun qardaşlarım, dostlarımı salamlayıram. Binə kəndindən İlkin dayımı, Nazirəmi salamlayıram. Və Lerşin Musavar kəndindən İcad dayımı salamlayıram. Onlardan dəstək verirəm. Çox sağ ol. Hüseyin, buyur qardaş oğlum. Çox sağ olun Anar müəllim. Mən sizə də təşəkkürlərimi bildirirəm və mənim burada olmağıma səbəbkar birinci ustadım Elməttin Məmmədlidir. Ustadıma dərin təşəkkürlərimi bildirirəm. Və kim mənə səs atıbdırsa, göndərib. Kim səs göndəribdirsə, var olsun, sağ olsun, təşəkkür edirəm hamısına. Çox sağ ol Hüseyin. Buyur. Marif, buyur. Axşamınız xeyir olsun. İlk başda müsiflər heyətini salamlayıram və ustadıma təşəkkürlərimi bildirirəm ki, məni də verilişinə dəvət edib və duetçilərə, iştirakçılara uğurlar. Sağ ol Marif, buyur. Buyur, buyur. Heç kəs mənəm deyib şişələnməsin. Ucadan. Yanan ocaqlarının sönən vaxtı var. Ömürlük səmada qışda dayanmaz. Onun da göylərdən enən vaxtı var. Qaynaya qaynaya qazan daşanda, sərhədi keçəndə, həddi aşanda, fələyin yanına yaxınlaşanda, təkərin geriyə dönən vaxtı var. Az ötən günləri say vətən oğlu,
ömründən yadigar, qoy vətən oğlu. Dünya belə qalmaz, ay vətən oğlu. Yoxsul ocağının yanan vaxtı var. Yoxsul ocağının yanan vaxtı var. Müəllif Bəhman Vətənoğlu, Şairə Rəhmət, sizlərə can sağ olun. Əziz dostlar, Əlizadə Məhəmməd 361, Hüseyin Laçınlı 330. Artıq sayılı dəqiqələr qalıb stop deməyə. Buyur Marif. Təşəkkür edirəm, çox sağ ol. Çox sayılı dəqiqələrimiz qalıb və əziz dostlar, SMS-lərə stop deyirik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. SMS-lərə stop əziz dostlar. Artıq nəsə mən deyəcəm bu dəqiqələrdə. Deməli, əziz dostlar, gələn həftə 29 aprel burada Zəhra balamız və Raya balamız dueldədirlər. Hər ikisinə uğurlar arzu edirəm və istəyirəm bir qısaca sizə başlar telif edeyim. Zəhmət olmasa sazın səsini açın.
Buyur qardaş. Bizim dəyərli Sumqayıt şəhərində mədəniyyət sahəsində böyük xidmətləri olmuş Kifayət xanımın bu gün ad günüdür. Onu ürəkdən təbrik edirəm. Təbrik edirik, təbrik edirik, təbrik edirik. Kifayət xanımı İbrahim müəllim də tanıyır. İbrahim müəllim adından təbrik edirəm. Anar qardaşımın adından təbrik edirəm. Təbrik edirəm. Mən də təbrik Yüz yaşasın. Gülər yüz yaşasın. Və əziz dostlar, artıq nəticələr elə olmayan vaxtıdır. Ana qardaş, səsi ver zəhmət olmasa, biraz tez olaq zəhmət olmasa. Deməli, bu günün dueldən qalib ayrıldı. 711 səs sayı ilə Əlizadə Məhəmməd. Təbrik edirəm Əlizadə Məhəmməd. Sən finaldasan. Təbrik edirəm. İnşallah may ayında sən finaldasan. Hazırlaş finala. Və Hüseyin, sən də maşallah gəldin bura qədər. Təbrik edirəm əziz dostlar. Aprel ayının 29-u görüşərik. Hüseyin deməli Məhəmməd artıq finaldadır. Təbrik edirəm Məhəmmədi. Sağ olun, sağlıqla qalın. 29 aprel inşallah. Burada görüşmək ümidi ilə. Hələlik.